Derin dünyanın derin yerinden aldığım məlumatlara göre artık İlham Əliyevin kitabı bağlandı. Nigeriyadan tutmuş İtalya'ya kadar neft kəməri çəkilir səhrayla. Çox dəhşətlidir bu. Sahara gaz dəhlizi adlı böyük bir kəmər çəkilir. Bütün Avropanı, hətta 3 belə Avropanı təmin eləyəsi gaz çəkilir. Hardan? Nigeriyadan, Afrikanın qərbindən düz ortasından qərb istiqamətindən. Orada da çox neft var. Baxına, ərəblər səhradan gaz çəkir. Əlcəzair, görün neçə ölkə qoşulur. Nə qədər qaz durbaları qoşulacaq. Əlcəzair, Ərəb Əmirliyi, Bəhreyn, Küveyt, Səudi Ərəbistanı, Əlcəzair, Nigeriya, hətta kim qoşuldu ora? Mərakeş də qoşuldu ora. Hamısı bu ölkələr Avropaya gaz göndərəcək. İndiki Avropanı yox ha, 5 belə Avropanı təmin eləyəsi gaz deməkdir bu. Buradan nə nəticəyə çıxartmaq olar? Baxın ha, bəziləriniz deyəcək, neçə il getdik ha, Bakı-Ceyhan kəməri. Yox. Bu kəmər qərar alınıbdır. Hamısı zəngin neft ölkələridir. Bütün ölkələr kəmərin öz ölkəsindən keçən hissəsini özü çəkəcək. Ümumi kəmərin uzunluğu 4128 kilometrədir. Kəmər gələn ilin axırına kimi, payız ayına kimi hazır olacaq. Qərar verildi. Bütün ölkələr başladı. Dünyanın dərin yerlərində bunun İrana ehtiyac olmasın, İran dağılmalıdır. İlham Əliyev ümumiyyətlə osturmalıdır. Rusiyada parçalanacaq. Lap günü bugünü İlhamdan qaz almasa da, Rusiyadan qaz almasa da, bu qışı Avropanın keçməsi üçün, qışdan çıxması üçün kifayət qədər ambarlarda qaz var. Bəzi o Macaristan kimi ölkələr ola bilər ki, onlara qısa yardım etməkdən onlara da qışı çıxartmaq olar. Gələn qışa da 7 əmirlik var, 7 dənə də ölkə. Hamısı da neft, qaz ölkəsidir. Bunlar böyük bir kəmər çəkirlər. Avropanın problemi nədədir? Qazdadır. Nefti gəmi də daşıyır. Qatarda daşıyır. Nefti hər şeyi daşıyır. Əsas nədir? Qazdır. Avropanın enerji təhlükəsizliyini qorumaq üçün qaz kəməridir. Avropa indiyə kimi İlham Əliyevin götünü başını sığallayırdı bu qaza görə. Artıq dünyanın dərin yerlərində ölçüldü, biçildi. Səhra ilə kəmər çəkirlər və Afrikadan başlayır kəmər. Təcili çəkirlər. 4128 kilometre olan bu kəmər hansı ölkədən nə qədər hissəsi keçirsə, dərhal o ölkə tez çəkməlidir o kəməri. Bu qışı ehtiyatlar var. Demək olar ki, gələn qışa da Avropa qazla təmin ediləcək. Tam şəkildə, ən üstün şəkildə. Baxın ha, İlham Əliyevin anası mələr qaldı. İlham Əliyevin də aydındır. İlham Əliyev artıq ehtiyac qalmadı. 57 illik Dədə Bala Əliyevlərin arxa plandan mənə sızdırılan məlumata görə birinci başı gedən İlham olacaq. Birinci başı gedən İlham olacaq, Avropa 2-3% qazla təmin edə bilmir. Azərbaycan qazı. Amma Azərbaycanın kəmərlərinə doldurulan qaz, halbuki Rusiyanın, Türkmenistanın, Qazaxıstanın qazı 12 ölkəyə paylanır. Yəni qabil prezident olsa da o kəmərlər Britaniyanındır. Ömrü boyu Britaniya oradan pulu yiyəcək. Bizə də düşən pay xalqın olacaq. İlhamın məmurlarının, İlham Əliyev kimi özünün məmurlarının yox, xalqın olacaq.